Hər kəsə salam, bu dərsimiz informatikadan modelləşdirmə mövzusu olacaq. Model ümumiyyətlə nədir? Model obyektin, hadisənin və yaxud da prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdim olunma formasıdır. Yəni belə deyək, biz hər hansı bir şeyi daha yaxşı anlamaq üçün onun kiçik və sadə surətini yaradırıq. Real həyatda obyektlər bəzən öyrənilmək üçün çox böyük, mürəkkəb və yaxud da əlçatmaz olduqda biz məhz bu modellərdən istifadə edirik ki, prosesi daha rahat dərk eləyək. Məsələn, şəkildə gördüyünüz qlobus yer kürəsinin fiziki modelidir. Çünki planetimiz hədsiz dərəcədə böyükdür və biz onun formasını, qitələrin və okeanların yerini yalnız bu kiçik model vasitəsilə bütöv şəkildə görüb öyrənə bilirik. Eyni zamanda insan orqanizmi çox mürəkkəb quruluşa malik olduğu üçün kəllə sümüyünün mulyajı bizə sümük sisteminin quruluşunu sadə və əyani şəkildə nümayiş etdirən bir model rolunu oynayır. Həmçinin şəkildə gördüyünüz qırmızı avtomobil də real maşının vizual xüsusiyyətlərini, yəni onun xarici görünüşünü və dizaynını bizə təqdim edən bir modeldir. Çünki belə deyək, əsl maşının bütün mürəkkəb daxili hissələrini deyil, yalnız bizə lazım olan xarici formasını əks elətdirir. Ümumiləşdirsək, bu fiziki nümunələrin hər biri real obyekti tam əvəz etməsə də, onun ən vacib xüsusiyyətlərini bizə sadələşdirilmiş formada çatdırdığı üçün model adlanır. Baxın, burada da yazmışam, model obyektin, hadisənin və yaxud da prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdim olunma forması. İzahını da vermişəm burada. Model bir şeyin kiçik və sadə surətdir. Obyekt çox böyük və yaxud da mürəkkəb olduqda onu başa düşmək üçün modeldən istifadə edirik. Burada da nümunəsini yazmışam. Növbəti gəlir modelləşdirmə. Modelləşdirmə sadəcə bir modelin yaradılması prosesidir. Yəni biz hər hansı bir obyektin modelini düzəltmək üçün gördüyümüz bütün işlərin məzmusuna modelləşdirmə deyirik. Belə deyək, bu proses zamanı bizə əsas obyekti diqqətlə müşahidə edərək onun hansı mühüm məlumatlarını götürmək və bu məlumatları necə təqdim etmək barədə qərarlar veririk ki, burada nəticədə real obyektin sadələşdirilmiş surəti ortaya çıxsın. Məsələn, belə deyək, dizaynerlər yer kürəsinin real görüntülərinə və xəritələrinə baxaraq onun formasını, qitələrin yerini və okeanların ölçüsünü əsas götürüb qlobus hazırlayırlar ki, hansı ki, dizaynerin bu qərarları verməsi və qlobusu fiziki olaraq hazırlanması elə modelləşdirmənin özüdür. Növbəti gəlir orijinal və yaxud da prototip. Orijinal və yaxud da prototip modeli yaradılan obyektin məhz özünə deyilir. Yəni biz hər hansı bir modeli düzəldərkən hansı real əşyaya əsaslanırıqsa, həmin şeyin əslini orijinal adlandırırıq. Məsələn, şəkildə gördüyünüz qlobus yer kürəsinə əsaslanaraq yaradıldığı üçün, deməli qlobusun orijinalı məhz real yer kürəsi olacaq. Eyni şəkildə insan kəllə sümüyünün mulyajı canlı bir insanın baş sümüyü əsasında hazırlandığından həmən real sümük quruluşu bu modelin prototipi sayılır. Həmçinin şəkildə gördüyünüz qırmızı maşın da, belə deyək, qırmızı maşın modeldə real yollarda hərəkət edən bir avtomobilin sürəti olduğu üçün həmin real avtomobil bu modelin orijinalıdır. Ümumiləşdirsək, biz model hazırlayarkən hansı obyekti təqlid eləyiriksə, o obyektin özü elmdə orijinal və yaxud da prototip adlanır ki, bu da bizə modeli nəyə baxıb hazırladığımızı dəqiq ifadə etməyə kömək edir. Növbəti gəlir modelin başlıca xassəsi. Modelin başlıca xassəsi adekvatlıqdır. Yəni bir modelin orijinala, yəni əslinə nə dərəcədə uyğun gəlməsidir ki, bu da modelin nə dərəcədə keyfiyyətli olduğunu göstərir. Biz deyirik ki, model orijinala nə qədər çox bənzəyirsə və onun xüsusiyyətləri nə qədər doğru əks etdirirsə, o bir o qədər adekvat model sayılır. Məsələn, şəkildə gördüyünüz qlobusda qitələr düzgün yerləşdirilibsə, okeanların yerləri dəqiqdirsə və yer kürəsinin forması doğru göstərilibsə, bu qlobus adekvat model hesab olunur. Yox, əgər qitələrin yeri səhvdirsə, deməli o artıq adekvat model deyil və bizə yanlış məlumat verəcək. Keçək növbəti slaydımıza.
Zaman amilini nəzərə almaqla modelləri iki yerə ayıra bilərik: statik və dinamik modellər. Statik model baxılan zaman anında dəyişmir, yəni statik modeldə heç bir hərəkət və dəyişiklik olmur. Modelə baxanda hər şey sabit qalır. Dinamik modeldə isə obyektin zamandan asılı olaraq dəyişməsini nəzərə alır. Yəni dinamik modeldə modelin içində hərəkət və dəyişiklik baş verir. Model zamanla dəyişir. Baxın, burada nümunələr üzərindən göstərmişəm. Günəş sistemi göstərilən bir təsvirə burada baxsaq, görərik ki, planetlər və orbitlər burada görünür. Planetlər hərəkət eləmir, öz yerlərində dayanır. Ona görə də bu model statik model sayılır. Çünki zaman keçsə də heç nə dəyişmir burada. Amma dinamik modeldə planetlər orbitləri üzrə fırlanır, Günəş ətrafında hərəkət eləyir. Çünki modeldə zamana uyğun dəyişiklik burada müşahidə olunur. Bu da belə. Keçək növbəti slaydımıza. Modellər maddi və informasiya modelləri olmaqla iki yerə ayrılır. Yəni maddi modellər belə deyək, 3D formasında fəzada olur. Yəni biz onlara əlimizlə toxuna bilirik. Onlar orijinal obyektin oxşarıdır, fiziki formasıdır və onun formasını bizə nümayiş etdirir. Məsələn, şəkildə gördüyünüz qlobus, binaların maketləri və kristal quruluş modelləri məhz maddi modellərdir. Çünki onlar obyektin fiziki quruluşunu fəzada təmsil edir. Digər tərəfdən isə informasiya modeli tamamilə burada fərqlidir. Çünki o adətən müstəvi üzərində olur. Yəni bir belə deyək, kağız və yaxud da ekran üzərində əks olunur və bizə obyektin fiziki forması yox, onun barəsində hər hansı bir məlumat, yəni informasiya verir. Məsələn, yer kürəsinin informasiya modeli şəkildə gördüyünüz kimi xəritədir və bu xəritə bizə okeanların və qitələrin bir-birinə nəzərən harada yerləşdiyini, ölkələrin sərhədlərini və s. göstərir. Buna görə də maddi model olan qlobus bizə planetin fəzadakı formasını dərk etməyə kömək etdiyi halda, informasiya modeli olan xəritə bizə həmin planet haqqında daha detallı və kağız üzərində belə deyək, əks olunan elmi biliklər qazandırır. Və ya təsəvvür edin ki, biz bir bina layihələndiririk. AutoCAD-da çəkdiyimiz belə deyək, o mürəkkəb 2D cizgilər ki var və o planlar ki var, binanın informasiya modeli sayılır da. Çünki bu çekyürlər müstəvi üzərində olur və bizə binanın divarlarının belə deyək, uzunluğu, otaqların sahəsi, qapıların harada yerləşəcəyi barədə dəqiq məlumat, informasiya verir. Yəni biz o kağıza toxunmaqla binanın özünə toxunmuş sayılmırıq. Sadəcə onun haqqında texniki biliklər əldə edirik. Amma və lakin burada belə deyək, AutoCAD layihəsini bitirdikdən sonra həmin o ölçülər əsasında biz plasmasdan və yaxud da taxtadan binanın kiçik bir maketini düzəldirik. Bu da artıq maddi model, hansı ki biz onu plasmasdan düzəltmişik və yaxud da taxtadan, bu maddi model sayılır artıq. Yəni ümumiləşdirsək bunları bir sözlə, maddi modellər obyektin özünü, informasiya modellər isə onun daxili xüsusiyyətlərini və bizə lazım olan vacib məlumatları izah eləyir. İnformasiya modelləri məlumatın hansı formada təqdim edilməsindən asılı olaraq bir neçə növə ayrılır və gəlin buna ekrandakı konkret nümunələr üzərindən baxaq. İnformasiya modelinin burada 4 növü göstərilib. Birincisi sözlə təsvirdir, ikincisi cədvəl informasiya modelidir, üçüncüsü şəkil informasiya modeli, dördüncüsü isə sxem informasiya modelidir. Birinci növ olan sözlə təsvir forması obyekt haqqında məlumatın bizə cümlələrlə çatdırılmasıdır. Məsələn, şəkildə gördüyünüz kompüter informasiyanı qəbul edir, saxlayır, emal edir, ötürür cümləsi kompüterin iş prinsipini bizə sözlərlə izah edən bir informasiya modelidir. İkinci növ olan cədvəl modeli məlumatları daha nizamlı və sürətli görməyə bizə imkan verir. Məsələn, cədvəldə gördüyünüz kimi fənlər və onların qarşısındakı qiymətlər şagirdin dərslərdəki nəticələri haqqında ən qısa və aydın informasiya verən bir modeldir.
Üçüncü növ olan şəkil informasiya modeli bizə vizual görüntü təqdim eləyir. Baxın, orada mənzərə fotosu bizə təbiətin rəngləri, işığı və quruluşu haqqında heç bir sözə ehtiyac olmadan dərhal informasiya ötürür. Nəhayət, sxem modeli mürəkkəb əlaqələri sadə xətlərlə bizə göstərir. Məsələn, şəkildə gördüyünüz dünya xəritəsi üzərindəki o marşrutlar və yaxud da koordinat sxemi bizə məsafələri və istiqamətləri ən qısa yolla anlamağa kömək edən bir informasiya modelidir. Yəni biz eyni bir obyekti öyrənmək üçün bəzən onun haqqında yazır, bəzən cədvəlini qurur, bəzən isə şəkil və sxemlərdən istifadə edirik ki, hansı ki, bu müxtəlif növ informasiya modelləri bizə lazım olan məlumatları daha rahat şəkildə belə deyək, əldə etməyə imkan versin. Keçək növbəti slaydımıza. Gəlin indi formal informasiya modeli anlayışı ilə tanış olaq. Bunu başa düşməyimiz üçün əvvəlcə formal dillərin nə olduğuna baxmalıyıq. Ümumiyyətlə, formal dillər insanın müxtəlif fəaliyyət sahələri üçün xüsusi olaraq yaratdığı dillərdir. Bu dillərin ən əsas xüsusiyyəti odur ki, belə deyək, onların öz əlifbası, ciddi qrammatik qaydaları və sintaksisi, yəni işarələrin düzülüş qanunları olur. Biz bu dillərdə istədiyimiz kimi yox, yalnız müəyyən edilmiş qaydalarla yaza bilərik. Məsələn, riyazi dildəki o rəqəmlər, musiqi dilindəki notlar və yaxud da proqramlaşma dilləri formal dillərə nümunədir. Bax, bu xüsusi formal dillər vasitəsilə qurulan informasiya modellərinə formal informasiya modeli deyilir. Bu cür modellərin qurulması prosesi isə biz elmdə formallaşdırma adlandıracağıq. Yəni biz hər hansı bir obyekti riyazi düsturlarla, notla və yaxud da proqram kodu ilə ifadə eləyiriksə, deməli biz formallaşdırma prosesini həyata keçiririk. İndi isə gəlin növbəti slayda keçək və bu formal dillərin nümunələrinə daha yaxından baxaq. Ekranda 3 fərqli formal dil görürsüz. Birincisi riyazi dildir. Burada gördüyünüz kimi V bərabərdir A, B, C, C bərabərdir 2 pi r və S bərabərdir 2/1 AH kimi düsturlar, rəqəmlər və riyazi işarələr bu dilin elementləri sayılır. İkincisi musiqi dünyasının dili olan notlardır. Notlar vasitəsilə yazılmış bir musiqi parçası da bir formal informasiya modeli sayılır. Çünki o, belə deyək də, bəstəkarın fikrini müəyyən qaydalarla not vərəqinə köçürür. Nəhayət, kompüterlərin başa düşdüyü proqramlaşdırma dilləri də formal dillərə nümunədir. Məsələn, ekranda gördüyünüz Python kodunda olan o print əmrini yazarkən ciddi qaydalara əməl etməliyik də, əks halda belə deyək, proqram işləməyəcək. Ümumiləşdirsək bunu, yəni baxın şəkildə gördüyünüz notlar, düsturlar və yaxud da proqram kodları vasitəsilə yaradılmış bu model formal informasiya modeli hesab olunur. Bu da belə. Keçək növbəti slaydımıza. Gəlin indi interaktiv model anlayışına baxaq. Ümumiyyətlə, interaktiv model nədir? İstifadəçidən gələn əmrlərə və yaxud da daxil edilən verilənlərə dərhal reaksiya verən sistemi biz interaktiv hesab edə bilərik. Bu nə deməkdir? Gəlin bu prosesi şagirdlərin fənlər üzrə qiymətləri nümunəsi üzərinə izah edeyim. Təsəvvür edin ki, bir proqramımız var və bu proqram bizdən şagirdin müxtəlif fənlərdən aldığı qiymətləri daxil etməyimizi tələb edir. Məsələn, biz riyaziyyat, ana dili və yaxud da informatika qiymətlərini qeyd etdiyimiz an orada proqramda. Proqram həmin rəqəmlərə əsasən dərhal şagirdin ümumi orta balını hesablayıb bizə göstərir. Əgər biz hər hansı bir fənnin qiymətini sistemdə dəyişsək, proqram avtomatik olaraq yenidən hesablayır və bizə fərqli bir nəticə verəcək. Bu o deməkdir ki, proqram istifadəçinin təqdim etdiyi verilənlərə uyğun şəkildə fəaliyyət göstərir və buna görə də bu cür proqramlar interaktiv model hesab olunur. Fərqli bir nümunə üzərindən də izah eləmişəm ki, buna da baxıb interaktiv modelin nə olduğunu başa düşə bilərsiniz. Keçək növbəti slaydımıza. Gəlin indi informasiya modellərinin müxtəlif sahələrdə necə fərqli formalarda qarşımıza çıxdığına diqqət yetirək. Çünki öyrəndiyimiz, belə deyək,
hər bir model növü bizə məlumatı daha asan qavramağa kömək eləyir. İlk olaraq yuxarı sol küncdə iyerarxik sxem təsvir olunub. Baxın, bu iyerarxik sxemdir. Burada məlumatlar yuxarıdan aşağıya doğru bir nizamla düzülür və ən yuxarıda dayanan, bax bu hissə biz kök deyirik. Yəni hər şeyin başlanğıcı olan hissəyə biz kök deyirik və bütün digər qruplar məhz həmin kökdən şaxələnərək aşağıya doğru sıralanır. Həmçinin bu qrupların özlərinin də alt qrupları var ki, onlar da şaxələnərək aşağıya doğru sıralanır. Buna biz deyəcəyik iyerarxik model. Buna çox bənzəyən, amma daha texniki detalları olan digər modelimiz ağacvari modeldir. Baxın, bu aşağıdakı. Bu dairəvi formada olanlar təpə sayılır. Bax, bunlar ən başda duran, bax bu hissə kökdür. Təpələri birləşdirən, bax bu xəttlərə isə deyəcəyik til. Tillər bizə hansı məlumatın hansından qaynaqlandığını və aralarındakı tabeçilik əlaqəsini bizə burada aydın şəkildə göstərir. Beləliklə, iyerarxik və ağacvari modellər sayəsində biz ən mürəkkəb sistemləri belə kökündən başlayaraq təpələr və tillər vasitəsilə sistemli şəkildə analiz edə bilirik. Sağ yuxarı küncdə isə hamımızın bildiyi cədvəl informasiya modelidir. Burada məlumatların necə nizamla qruplaşdırıldığını görə bilirsiniz. Cədvəllər müxtəlif obyektləri və onların xüsusiyyətlərini sətr və sütunlar vasitəsilə sistemli şəkildə bizə təqdim eləyir. Bu modelin ən böyük üstünlüyü odur ki, biz uzun bir mətni oxumadan müxtəlif göstəriciləri bir baxışda bir-biri ilə müqayisə edə bilirik. Beləliklə, cədvəl modeli dağınıq informasiyanı vizual olaraq nizamlayır. Həm vaxtımıza burada qənaət edirik, həm də məlumatın yaddaşımızda daha dəqiq qalmasını bizə təmin eləyir. Nəhayət, sağ aşağı küncdəki qraf modelinə baxsaq, hansı ki qrafları biz növbəti dərsimizdə öyrənəcəyik. Burada insanların adları, məsələn, Aygün, Cavid, Sevil bu adlar verilir və bunlar arasında xəttlər onların bir-biri ilə olan əlaqəsini və yaxud da ünsiyyətini göstərir ki, bu da sosial əlaqələri təsvir etmək üçün istifadə olunan ən effektiv informasiya modellərindən biridir. Gördüyünüz kimi, istər cədvəl, istər sxem, istərsə də qraf olsun, bu modellərin hər biri bizə eyni bir məlumatı fərqli üsullarla qavramağa kömək eləyir. Bu da belə. Keçək növbəti slaydımıza. Müasir texnologiyanın ən vacib sahələrindən biri olan kompüter modelləşdirilməsi ilə gəlin tanış olaq. Ümumiyyətlə, kompüter modelləşdirilməsi kompüterdən istifadə edərək hər hansı bir obyektin və yaxud da prosesin modelini yaratma prosesidir. Belə bir modelləşdirməni həyata keçirmək üçün bizə mütləq xüsusi proqramlar lazımdır və bu proqram təminatı həm universal, yəni mətn və yaxud da qrafik redaktorlar kimi geniş istifadə olunan proqramlar ola bilər, həm də müəyyən sahələr üçün xüsusiləşmiş proqramlar ola bilər. Məsələn, təsəvvür edin ki, siz bir binanın layihəsini hazırlayırsınız. Bu zaman həmin binanın real görüntüsünü və quruluşunu əks etdirən 3D modelini yaratmaq üçün kompüter proqramlarından belə deyək, istifadə edirsinizsə, bu artıq kompüter modelləşdirilməsi hesab olunur. Ekranda gördüyünüz nümunədə də bir avtomobilin bütün detalları ilə kompüter mühitində necə modelləşdirildiyi aydın şəkildə təsvir olunub ki, bu da mühəndislərə real istehsaldan əvvəl obyekti hər tərəfli belə deyək, analiz etməyə imkan verir. Bu da belə. Modellərin nə olduğunu və həyatımızdakı rolunu artıq öyrəndik. Gəlin indi kompüterdə modellərin hazırlanmasının əsas mərhələləri ilə tanış olaq. Deməli, birinci mərhələ təsviri informasiya modelinin qurulmasıdır. İkinci mərhələ formallaşdırılmış modelin qurulmasıdır. Üçüncü mərhələ kompüter modelinin qurulması. Dördüncü mərhələ kompüter eksperimentinin aparılması. Beşinci mərhələ isə alınmış nəticələrin təhlili və tədqiqat modelinin təkmilləşdirilməsidir.
Bu mərhələləri robotun yaradılması nümunəsi üzərindən addım-addım izah eləyəcəm. Birinci mərhələ gəlir təsviri informasiya modelinin qurulması. Dedim ki, bir robotun yaradılması nümunəsi üzərindən izah eləyəcəm. İlk mərhələdə biz burada robotun ümumi konsepsiyasını və təyinatını formalaşdırırıq bu mərhələdə. Yəni xəyalımızda onun hansı funksiyaları yerinə yetirəcəyini, məsələn, fabrikdə ağır yükləri daşıyacağını və yaxud da evdə təmizlik işlərinə kömək edəcəyini, həmçinin onun xarici formasını və hərəkət mexanizmlərini sadəcə sözlərlə təsvir edirik ki, bu bizim ilkin şifahi modelimiz hesab olunur. Sonra növbəti mərhələ gəlir formallaşdırılmış modelin qurulması. Bu addımda bu xəyali təsviri tamamilə dəqiq rəqəmlərə, cədvəllərə və riyazi düsturlara çeviririk. Burada artıq robotun dəqiq boyunu, hər bir detalının çəkisini, qollarının hərəkət bucağını və mühərriyinin gücünü hesablayaraq elmi və texniki bir baza yaratmış oluruq. Bunu tamamladıqdan sonra keçirik növbəti mərhələyə, kompüter modelinin qurulması. Bu mərhələdə dəqiq hesablamaları və parametrləri xüsusi mühəndislik proqramlarına daxil eləyərək robotun üçölçülü, yəni 3D rəqəmsal görüntüsünü yaradırıq. Bu model belə deyək, bizə imkan verir ki, hələ heç bir detal istehsal eləmədən robotun daxili quruluşunu, naqillərini və hissələrinin bir-biri ilə necə birləşdiyini ekranda əyani şəkildə görək və analiz eləyək. Sonra növbəti mərhələ gəlir, 4-cü mərhələ kompüter eksperimentinin aparılması. Modelimiz hazır olduqdan sonra bu addımda onu müxtəlif virtual sınaqlardan, yəni kompüter eksperimentlərindən keçiririk. Bu zaman belə deyək, biz proqramda robotun ağır bir yükü qaldırarkən tarazlığını necə qoruduğunu, batareyasının nə qədər müddət çatacağını və yaxud da qarşısına çıxan maneələri sensorlar vasitəsilə necə algıladığını real şəraitdə, yaxın mühitdə yoxlamış oluruq. Bu da tamamlandıqdan sonra keçirik növbəti mərhələyə, alınmış nəticələrin təhlili və tədqiqat modelinin təkmilləşdirilməsi. Nəhayət, apardığımız sınaqlardan aldığımız bütün rəqəmsal məlumatı təhlil eləyirik. Əgər robot sınaq zamanı müvazinətini itirirsə və yaxud da proqram təminatında hər hansı bir xəta aşkarlanırsa, biz dərhal model üzərində lazımi düzəlişlər və yeniləmələr eləyərək layihəni ən mükəmməl, dözümlü və təhlükəsiz hala gətiririk. Deməli, bu dərsimizdə informatikadan modelləşdirmə mövzusunu öyrəndik. Növbəti dərsimizdə görüşənədək.